Deportasiya uğrayan irsin izi ilə elmi praktik konferans çərçivəsində Sosial Tədqiqatlar Mərkəzinin dəstəyi ilə hazırlanan Qayıdış, Qərbi Azərbaycandakı maddi mədəni irsimiz kitabının təqdimatı baş tutdu. Konferansda Qərbi Azərbaycanla bağlı video çarx nümayiş olundu. Çox milli əhalisi olan bir kənd. Sırf Azərbaycanlı kəndi. Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirdi ki, Qayıdış, Qərbi Azərbaycandakı maddi mədəni irsimiz adlı 3-cü cildin hazırlanması 144 maddi mədəni irs nümunəsinə vəsiqə verilməsi deməkdir. Kitabın üz qabığında əksini tapan fotoda Murov, Alagöz və Ağrı dağına sülhlə dönüş əks olunub. Göründüyü kimi dağları aşaraq bir-birinə qovuşan xalqımızın çoxəsrlik yurt sevgisi və həsrəti bir idealda birləşir deyə mərkəzin rəhbəri vurğuladı. Zəngəzur dəhlizinin açılması Qərbi Azərbaycana qayıdışı sürətləndirəcək. İndi biz əcdadlarımızın yolu ilə gedirik. Babamın məzarı önündə ürəyimdə dediyim sözlər ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyim çağrışı nəvələrin qan və ruh varisliyidir. Qayıdış milli ideologiyamıza çevrilir. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri millət vəkili Əziz Ələkbərli çıxışında Ermənistanın milli irs tariximizin qalıqlarını məhv etmək cəhdlərindən danışdı. Ermənistan tərəfinin bugün nə deməsindən asılı olmayaraq Cənubi Qafqaza onların köçürülməsinə, yəni 19-cu əsrə qədər bu regionda ermənilərə aid bircə mülkün olması barədə bir məlumat belə yoxdur. Bugünkü reallıq erməni yalanlarının ifşa edərək həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Son zamanlar tədqiqatçılarımızın İrəvan şəhərində Azərbaycanlıların son izlərini özündə yaşadan Təpəbaşı yaşayış massivi ilə bağlı ortaya çıxardığı faktlar, Ermənistan dövlətinin bu ərazidəki məscid və tarixi tikililəri yox etmək planları ilə əlaqədar çaldıqları həyəcan təbili bir daha sübut etdi ki, ermənilərin bölgədə Azərbaycan mədəni irsini yer üzündən silmək siyasəti bugün də davam edir. Çox təəssüf ki, Azərbaycan alim və ziyalılarının Qərbi Azərbaycan icmasının bu məsələ ilə bağlı UNESCO və digər beynəlxalq təşkilatlara ünvanladığı müraciətlər hələ də nəticəsiz qalmaqdadır. Elə hesab edirəm ki, məhz bu səbəbdən yer adlarının dəyişdirilməsi ilə müşayiət olunan və xalqımızın izlərini bir dəfəlik silməyə hesablanan prosesin ifşası üçün bugün Böyük Qayıdış, Qərbi Azərbaycandakı maddi mədəni irsimiz kimi tədqiqat əsərlərinin ortaya qoyulması olduqca vacibdir. Daha sonra çıxış edənlər Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli, Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Tarix üzrə fəlsəfə doktoru, millət vəkili Mübariz Qurbanlı, Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix Kafedrasının müdiri, əməkdar müəllim Firdovsiyə Əhmədova bildirdilər ki, Qərbi Azərbaycandakı tarixi və maddi mədəni irsin araşdırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılan tədqiqatlar Azərbaycan xalqının öz tarixi irsinə sahib çıxmaqda, milli mənəvi dəyərlərini qorumaqda, Qərbi Azərbaycana qayıdışı yalnız siyasi və sosial deyil, həm də elmi əsaslarla reallaşdırmaqda nə qədər qətiyyətli olduğunu bir daha sübut edir. Kitabın müəllifi, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, Sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev çıxışında bildirdi ki, Zəngəzur, Göyçə, İrəvana və eləcə də bütövlükdə Qərbi Azərbaycana qayıdış xalqımızın ideologiyasının əsasını təşkil etməlidir. Ölkə başçısının Qərbi Azərbaycana qayıdışla bağlı mühüm nitqindən sonra bir ziyalı olaraq vətən torpaqlarının tarixi, mədəniyyəti, irsi ilə bağlı səfərbər olmağı qarşısına məqsəd qoyduğunu bildirən alim, Qərbi Azərbaycanın bir coğrafi məkan deyil, həm də ideoloji bir məkan olduğunu diqqətə çatdırdı. Qərbi Azərbaycan tarixi Azərbaycanın torpağıdır. Bunu sübut edən xəritələr, sənədlər var. Maddi mədəni abidələr də məhz bu istiqamətdə mühüm sənədlərdən biridir. Sosial Tədqiqatlar Mərkəzi mənim müəllifliyimdə 532 ədəd Qərbi Azərbaycan abidəsini tədqiq edib Azərbaycan ictimaiyyətinə çatdırılıb. Kitabın 1-ci və 2-ci cildi ingilis dilinə tərcümə olunaraq beynəlxalq ictimaiyyətin maarifləndirilməsi üçün nəzərdə tutulub. Bugün təqdim olunan 3-cü cilddə 144 Qərbi Azərbaycana aid maddi mədəni irs
20 kateqoriya üzrə əksini tapıb. Konferansın yekununda çıxışlar, müzakirələr yer aldı. İştirakçılar yeni nəşrlə bağlı fikirlərini səsləndirib, təqdim olunan kitabın Qərbi Azərbaycana qayıdış yolunda mübarizənin təsdiqi və bu mübarizədə böyük nailiyyət olduğunu bildirdilər. Bu kitab bizim Qərbi Azərbaycana qayıdışımızın, qayıdış mübarizəmizin demək olar ki, istiqamətlərindən biri hesab etmək olar. Çünki hər bir kitab, hər bir tədbir, hər bir Qərbi Azərbaycanla bağlı aparılan araşdırma demək olar ki, bizim tarixi torpaqlarımıza hər gün daha da yaxınlaşdırır və bizim keçmiş tariximizin aşkara çıxarılması, gerçək həqiqətlərin üzə çıxarılması əlbəttə ki, bizim öz tarixi torpaqlarımıza həm də sahib çıxmağımız uğrunda aparılan mücadilənin demək olar ki, bir növ təsdiqidir. İdeoloji nöqteyi nəzərdən, elmi cəhətdən, siyasi nöqteyi nəzərdən çox böyük bir demək nailiyyətdir. Çünki Əfqan Vəliyevin nəşr etdiyi bu silsilə əsərlər, bu artıq 3-cü cilddir. O bizim Qərbi Azərbaycan mədəniyyəti, ümumiyyətlə maddi, mədəni irsimiz tarixi nöqteyi nəzərdən çox böyük əhəmiyyət kəsb edir. Ona görə də mən bu təqdimatı demək çox belə ürəkdən buna sevindim və bunu yenə deyirəm, nailiyyət kimi qeyd edirəm. Müəllif çox böyük əmək sərf edib. Mənbələr burada diqqəti cəlb edir. 500-dən çox mənbədir və təbii ki, bu mənbələrdən istifadə real həqiqəti ortaya çıxartmaq üçün çox böyük imkan yaradır və buna görə də bunun özü çox böyük bir nailiyyətdir. Elmi nöqteyi nəzərdən, ideoloji nöqteyi nəzərdən, siyasi nöqteyi nəzərdən böyük əhəmiyyət kəsb edən bir işdir. Qeyd edək ki, digər 2 cilddə olduğu kimi Qayıdış, Qərbi Azərbaycandakı maddi mədəni irsimiz adlı elmi tədqiqat əsəri Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrindəki dövlət və şəxsi arxivlərdən toplanan mənbələr əsasında hazırlanıb. Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Əfqan Vəliyevin müəllifi olduğu kitabda müvafiq başlıqlı cədvəllər üzrə Qərbi Azərbaycan torpaqlarında müxtəlif dövrlərdə, xüsusilə 1987-1991-ci illərdə Azərbaycanlıların sonuncu deportasiyasından sonra qalan, haqqında az məlumat olan 144 sayda abidənin tarixi təsnifatı, növü, əhəmiyyəti, mövcud vəziyyəti və onlar haqqında qısa məlumat, abidənin təsviri, ölçüləri ilə əlaqədar informasiyalar öz əksini tapıb. Tədqiqatlar əsasında müəyyən olunub ki, 32 abidə dağıdılıb, 42 abidə xaraba qalıb, 70 abidə isə mənimsənilib. Hər 3 elmi tədqiqat əsərində həmin abidələrin tarixi hərtərəfli araşdırılıb və düzgün elmi təsnifata uyğun olaraq onların reyestri verilib. Qərbi Azərbaycan maddi mədəni irsinə aid 532 abidəni tədqiq etməyə nail olunub. Lamiyə Rövşənqızı, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası.